Belə bir məsələdir müəllimlər. Məsələnin mənim aldığım cavab variantlarda yoxdur. Bəlkə də ola bilər müəllimlər mənə dediyi qədərilə bu şəkildə olub məsələ. Bəlkə də ola bilər şərtdə nəsə bir fərqli bir şey olubdur. Mən amma bu şəkildə bildiyim şəkildə izah edəcəm. Deyir ki, qızıl, alüminium və dəmir metalları əvvəlcə kalium OH məhlulundan keçirildi və 8 qram məhlulda artım müşahidə olundu. Yəni kalium OH məhlulda 8 qram artım müşahidə olundu. Çox güman ki, ağzı açıq qabda reaksiya aparılır. Sonra deyir ki, bu yerdə qalan qarışıq H-klor məhlulundan keçirildi. Bu zaman isə məhlulda 27 qram artım müşahidə olundu və proseslərdən sonra metalların ümumi kütləsi 70% azalarsa ilkin qarışığın kütləsini tap. Belə bir məsələdir. Belə bir məsələdir. Mən bu məsələni necə izah edərəm? Deməli, qarışıqdır. Deyir, bu qarışıq əvvəlcə kalium OH məhlulundan keçirildi. Artıq miqdarda kalium OH məhlulundan keçirilibdi. Aydın məsələ ki, kalium OH məhlulu ilə reaksiya girən alüminium olacaq, çünki amper metaldır. Və heç reaksiya yazmağa gərək yoxdur. Zaten dərsdə dəfələrlə demişik ki, belə məsələlərdə vaxt itirməmək üçün nə düşünürük? Metallar qələvlərlə reaksiya girəndə hər metal öz valentinin yarısı qədər mol hidrogen qazı ayırır. Buradan 1 mol alüminium 1,5 mol hidrogen qazı ayıracaq. O zaman 27 qram, çünki alüminiumun ayrı 27 daxil. 27 qram alüminium sistemə daxil olanda 1,5 mol H2 ayırır. Çünki alüminiumun valentliyi 3-dür. 1 mol alüminium 3-ün yarısı qədər, yəni 1,5 mol hidrogen qazı ayıracaq. Bu da 3 qram azalma deməkdir. Onda 27 qram alüminium sistemə daxil olacaq. 3 qram hidrogen sistemdən ayrılandan sonra ümumilikdə sistemdə 24 qram artım müşahidə olunacaq. Yəni kalium OH məhlulunda 24 qram artım müşahidə olunacaq. Onda biz yazarıq ki, 27 qram alüminium reaksiya sərf olunsa, məhlulda 24 qram artım müşahidə olunardısa, görəsən nə qədər alüminium reaksiya daxil olur ki, məhlulda 8 qram artım müşahidə olunub. Bu zaman 8-i vuracaq 27-yə, böləcəyik 24-ə. Bu da eləyəcək 9 qram. Belə çıxır ki, ilkin qarışıqda 9 qram alüminium olub. Onda mən bunun 9 qram alüminium olduğunu müəyyənləşdirdim. Sonra deyir ki, bu artıq miqdarda kalium OH məhlulundan keçirilmə, o demək ki, alüminium tamamilə sərf olunacaq və yerdə qalacaq qızıl və dəmir. Sonra bu qızıl və dəmirdən ibarət olan qarışıq, deyir, artıq miqdarda H-klor məhlulundan keçirildi. Bu o demək ki, dəmir tamamilə H-klorla reaksiya girəcək, çünki qızıl zaten H-klorla reaksiya girə bilməz, ancaq çar aralığında həll ola bilir. Növbəti mərhələdə deyir ki, dəmir və qızıl qarışığı artıq beynimizdə belə canlandırıq ki, dəmir və qızıl qarışığı gəlib H-klor məhlulundan keçirildi və bu zaman məhlulda 27 qram artım müşahidə olundu. İndi biz bilirik ki, yenə dəmir H-klorla reaksiya girəndə dəmir H-klorla bilirsiniz ki, ikivalentli olur və 1 mol dəmir yenə öz valentinin yarısı qədər mol hidrogen ayırır. Başqa cür desək, 1 mol dəmir 2-nin yarısı qədər 1 mol H2 ayırır. Yəni sistemə 56 qram dəmir daxil olanda, çünki dəmirin bilirik ki, ayrı 56-dır. 56 qram dəmir daxil olanda 2 qram hidrogen ayrılır və bu da 24, daha doğrusu 56 çıxılsın 2, 54 qram. Bu da məhlulda 54 qram artımın baş verməsinə səbəb olacaq. Onda tənasüb qurarıq ki, 56 qram dəmir sərf olunanda məhlulda 54 qram artım müşahidə olunursa, o zaman bəs görəsən, deməli, belə deyək də, görəsən məhlulda 27 qram artım müşahidə olunursa, nə qədər, deməli, dəmir reaksiya üçün sərf olunacaq. Buradan reaksiya üçün sərf olunan dəmirin kütləsini hesablaya bilərik. Deməli, 54, 27 böləndə 2 dəfə düşür. Onda belə çıxır ki, 56-nı 2-yə bölsək, 28 qram ilkin qarışıqda dəmir olubdur. İndi 9 qram alüminium, 28 qram da dəmir olubsa, 28 ilə 9-un cəmi bizə 37 qram verəcək. Belə çıxır ki, ilkin qarışıqda 37 qram dəmir və alüminium qarışığı olubdur. Və bizə deyir ki, bu proseslərdən sonra metalların ümumi kütləsi 40% azalıb. Yenə deyirəm, bu sualların dəqiq olduğunu bilmirəm. Mənə çatılan informasiyalar budur, mən də bu şəkildə izah edirəm. Onda ilkin qarışıqdan 37 qram dəmir və alüminium ilkin metalların 40%-ni təşkil edibsə, ilkin qarışığın kütləsi 100%, gəlin görək neçəyə bərabərdir. O zaman mən 100-ü vururam 37-yə, bölürəm 40-a. Bu da mənə verəcək 92,5 qram. Yəni mənim tapdığım cavab 92,5-dir, amma deyirlər ki, cavablarda belə bir şey yox idi. Bəlkə də ola bilər məsələnin şərtində müəllimlər nəyisə unudub mənə deməyiblər, amma məsələnin şərti bu şəkildədirsə, mən belə olduğunu düşünürəm. Ona görə bu şəkildə də izah elədim. Ümidvaram ki, sizə köməkçi olmuş oldum.